Hər vaxtınız xeyir olsun. Nə istəyirsən? Çətin gidiyor. Baş verənlərlə bağlı. Boş verənləri hamısı siz necə görürsünüz, mən deyirəm. Sizin görənmə gəldi. Mən də heç nə görənməmişəm. Hələlik heç nə məlum deyil. Xəsarət alanlar varmı? Nəsə yerə girənlər var. Hələ bilmirsən metro nəyə görə bağlayım. Onda istəyirsən məndən eşidəsən. İşıq yoxdur, ona görə bağlayıb. Tamam, bütün stansiyalar işləmir. Bütün stansiyalar bağlanıb. Sizi maraqlandırır? Yoxdur, onda zəhmət olmasa bilin. Yox, qəti yox. 20-dən çoxdur. Dəqiq məlumat 20-dir. 20-dən hələ bəlkə də artıq olası kəskin olmaz. Vətəndaşlar çıxarılıb orada. Hamısı çıxarılıb. Bu istiqamətdə iş gedir. Yəni burada ehtiyat var enerji ilə təmin olmaq üçün. Metronun ehtiyat var. Xahiş edirəm sualı verəndə biraz sualın düzgün qoyuluşun. Ehtiyat enerji mənbəyi var metroda. Xeyr, ehtiyat enerji mənbəyi bir dənə Azər Enerjidə o da verməyib hələlik. Bu tədbirlər görülür mü? Tədbirlər hal-hazırda yanan işıq 220-dir, 380-dir. 825 volt hələlik yanmır. 825 volt yanan kimi bütün deməli komanda veriləcək, evakuasiya tam təşkil olunandan sonra 825 напряжение veriləndən sonra hərəkətə başlaya bilərik. Təxmini deyə bilmərəm. Təxmini nə vaxt 825 veriləcək. Hələlik 825 yoxdur. Bir sual vereyim. Ay yoldaş, deyirəm sualının qoyuluşun düzdür. Qatarda, tuneldə qatar varsa adam da var da. Hədə xilas etmə işləri bunları evakuirat eləyirik. Amma qaldı ki, qatarda adam olar da. Nə qədər sərnişin qalmışlar mənim içəridə? Bax, nə qədər sərnişin var idi? 2.5. Elə sual verirsiniz ki, belə çox gülməli. Mən nə bilim qatarda nə qədər adam qalmışdır. Hələlik bütün stansiyalarda. İndi bütün sərnişinlər çıxarılıb. Bütün sərnişinlər çıxardılıb, tuneldə qalan yox. Hər hansı bir tələfatdan Hə, bir. Borcum yoxdur sana, sən buradan cızıldıysan mı buradan? Elektrik enerjisinin dayandırılmasına təchizatın dayandırılması səbəb nədir? Mən nə bilim soruş Azər Enerjidən də, bəlkə sən elə bilirsən mən buradan... Dağın xəsarət alan varmı? Xeyr, qəti yox. Hamı təmiz çıxarılıb, bir nəfər olsun xəsarət alan yoxdur, evakuirat olunub. Bu dəqiqə 220 var, 380 var, 825 gərginlik yoxdur, 825 gərginlik verilən kimi qatarlar işləyəcək. Çox sağ olun. Siz bəzən belə fikirləşirsiniz ki, hə, elə sual xatirinə sual verim. Sual xatirinə sual vermirlər, sualı düzgün qoyun. Hey, alo. Eşidirəm qardaş. Cəmaət hamısı çıxdı qardaş, çox sağ ol adamların gəlmişdi, hər şey yaxşı. Adamlar hamısı evakuirat olundu, çıxdı. İndi bir dənə qalıb 825 volt напряжениyanın verilməyinə. Gərginlik verilən kimi qatarlar işləyə bilər. Cəmaət hamısı çıxıb, hamısı bütün stansiyalar. Bəli, bütün stansiyalardan cəmaət çıxdı. Ən əsas maraqlı dərin özürlüklüydü. Bir də bizdə indi əsas odur ki 380 verilib. 380 verildiyinə görə də sular vırılır. Ən əsas qorxulu hissə odur ki, o da sular vırılır. Vəssalam. Oldu, minnətdarım. Çox sağ ol köməyə görə. Çox sağ ol. Mən bir sual verim. Məsələn, tunellərdə qalmış insanlar necə xilas edildi? Tunellərin içərisində qalmışdı. Gedirdim, belə tuturdum qolundan, çıxardı. Əsasən ən çox tunelli çox stansiyalara çatmışlar, işıq keçəndən sonra tuneldə qalan. Tuneldə də var idi, stansiyada da var idi, hər yerdə. İşıq məndən soruşmadı ki, nə vaxt keçəcək. Alo. Kim? Zəng elədi, o 20 vagondur. Yoxsa 20 qatar. Yığıram səsini başa. Hadisədir, ola bilər, bu elə bir şeydir. Hadisədir, olub, ancaq bundan çıxış yolu da var, çıxırıq, vəssalam, burada ayrı şeydir. Təxminən bilinmir saat neçə? Təxmini deyə bilmərəm, təxmini Azər Enerji nə vaxt 825-i versə, mən onda hazır İndi olam. hal-hazırda verilən işıq qədər. Verilən işıq, adı dedim da, 220 ilə 380 verir. 825 verilməyəcək. Amma bizə açıqlamış verilmir Azər Enerji olacaq. Heç kəs açıqlama vermir, bu cür hamı öz işi ilə məşğuldur. O cümlədən də mən dedim ki, çıxıb açıqlama verəcəm. Təxminən saat neçədə keçdiniz o da işıqlandı? 12-yə 5 dəqiqə qalmış. Hələ saat 12-yə 20-yə qaldı. Tamam, mən Alo.